Bu yüzden ben her şeyden uzaklaştım. Sənətdən, həyatdan, öz həyatımdan uzaklaşmak istiyorum. Ama balamın sözü yadıma düştü. Sen güclü kadınsın. Ben düşünürüm ki çilesi çok olan kadın hakikaten güclü olur. Eğer ben bugün ürək eləyib o səhnəyə qayıtdımsa, deməli mən güclüyəm. Bugün ürək eləyib o güzel valideynlerin arzusuyla toy mərasimlərinə addım atabildimsə, yani bu son günlerde indi atabilirəmsə, deməli mən güclü qadınam. Mən həmişə demişəm, mən xanımlarımızı güclü görmək istəmirəm. Mən onları xoşbəxt görmək istəyirəm. Çünkü güclü olmaq üçün həyatın elə keçmə keçili yollar.